sağ ol. İsmailli şəhərinin tam panoramalı olan bir yerində məhz ətrafda gördüyünüz günabaxan sahəsi və burada qurulan istirahət mərkəzi yoldan keçənlər üçün çox maraq cəlb edir. Və onu da qeyd edelim ki, burada istirahət üçün həm İsmailin görüntüsü, bol günəş və eyni günabaxan plantasiyası hamının marağına cəlb olur. Burada uşaqlar üçün əyləncə yeri var, eynilə də kənd həyatının ümumi mühiti yaradılmışdır. İsmailli rayonunun Bəhmiyan kəndi var. İsmailin ümumiyyətlə götürəndə hər görüşəsi gözəl. Belə rəngərin daha çoxdur, dağların ətəyidir. Kəndlər düzdür, aran kəndləri də var, dağ kəndləri də var. Yəni İsmailli rayonu demək olar ki, Azərbaycanda ən gözəl rayonlardan biridir. Bura necə? Burası sizin üçün, istirahət üçün necə bir görüşə kimi baxırsınız? Biraz elə bir ki, İsmailli rayonun özü kökəkdədir, orada boğanaqdır. Bura əksər vaxtlar nəfəs hava almaq, külək yaxşıdır. Sonra cavan uşaqlardır, şəkil çəkdirirlər, sinişo sahəsində, oyuncaqlar var, oynayırlar. Adama ləzzət edir. Qalan yerlərdə taxıl sahələrini baxırsınız. Yəni biz belə böyümüşük də uşaqlıqda.